Salam əziz izləyicilərimiz, bugün sizlərlə bərabər daha bir sertifikasiya tipli sınavın izahına baxırıq. İlk sualımızla başlayaq. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir olunub. İzobar sıxılmada qazın işi hansı ifadə ilə təyin olunar? İzobar prosesdə bildiyimiz kimi təzyiq sabitdir, sıxılma deyilir, yəni həcm azalmalıdır. Təzyiqin sabit qalıb həcmin azaldığı hissə sadəcə 3-4 hissəsidir. Deməli, bu hissədə görülən iş bizə lazımdır. A' bərabər P delta V yazaq, yəni düsturdan istifadə edək. Gördüyümüz kimi 3-4 hissəsində təzyiq P0 olaraq verilir. Həcmin dəyişməsi delta V isə həcmin son qiymətindən başlanğıc qiymətinin çıxılması deməkdir. Proses 3-dən 4-ə doğrudur. Yəni son həcm V0-dır. Başlanğıc həcm isə gördüyümüz kimi 3V0-dır. Əla, onda buradan hesablamanı aparsaq alınacaq -2 P0 V0. Yəni doğru cavab B variantı olar. İkinci sualımıza baxsaq. Verilmiş elektrik dövrəsində AB aralığına hansı elementi bağladıqda L lampasının parlaqlığını tənzimləmək olar. Lampanın parlaqlığını tənzimləmək buradakı cəryan şiddətini tənzimləmək mənasına gəlir. Cəryan şiddətini tənzimləyən qurğu da reostat olduğuna görə cavabı D variantı olaraq götürməliyik. Məftilin nisbi uzanmasının deformasiya etdirici qüvvənin modulundan asılı qrafiki verilir. Məftilin ən kəsiyinin sahəsini hesablayın. Əvvəlcə biz mexaniki gərginliyin F bölünsün S və mexaniki gərginliyin yenə də epsilon Y düsturlarını xatırlayaq. Gəlin bu iki düsturu bərabər edək. F bölünsün S bərabər epsilon Y. Bizə lazımdır sahəni buradan təyin etsək olacaq F bölünsün epsilon Y. İndi qüvvəni gəlin 240 Newton olaraq götürək. 240 Newtona uyğun olan nisbi uzanma gördüyümüz kimi 3 vurulsun 10 üstündə -4'dür. Y Young modulu isə 2 vurulsun 10 üstündə 11'dir. Hesaplamanı aparsaq 3'ü 2'ye vururam 6. Burada 240 ilə aparsam yuxarıda qalacaq 40. 10 üstü -4, 10 üstü -11 ilə birlikdə 10 üstü 7 edir. 10 üstü 7'nin də bir dənə sıfırını aparsam 10 üstü 6 alınacaq bizdə 4 bölünsün 10 üstü 6. Təbii ki kvadrat metr. Kvadrat millimetrə keçirtsəm olacaq 4 kvadrat millimetr, yəni B variantı alınmış olacaq. 4M və M kütləli bir cins kürələrin mərkəzləri arasında məsafə L-dir. M kütləli cismi 4M kütləli kürədən hansı məsafədə yerləşdirmək lazımdır ki, kürələrin yaratdıqları gravitasiya sahəsində o sükunətdə qala bilsin? Digər təsirlər nəzərə alınmır. Burada məsələ odur ki, bizə 4M və M kütləli iki kürə verilib və bizə deyilir ki, 4M kütləli kürədən hansısa bir məsafədə kiçik M kütləli bir cisim götürməliyəm və bu cisim necəsə bu sahədə tarazlıqda qalmalıdır, sükunət vəziyyətində qalmalıdır. İndi bu götürdüyümüz M kütləli cismin 4M'dən hansı məsafədə tarazlıqda qalacağı bizdən soruşulur. Həmin məsafəni bilmədiyimə görə bura yazıram X. Beləliklə biz alırıq ki, 4M kütləli kürə ilə M kütləli cismin arasında məsafə oldu X. İndi bizdə 4M'dən M'in arasında ümumi məsafə L'dir axı. Ümumi məsafə L'dirsə və balaca M'dən 4M'ə qədər olan məsafə X-dırsa, onda bu məsafə təbii ki, ümumi məsafədən X-i çıxmaqla təyin olunacaq. Yəni, bu məsafə isə L çıx X-dir. Əla, artıq biz bütün məsafələri bilirik. İndi, baxın, burada M kütləli cismin tarazlıqda qalması üçün hansı şərt ödənməlidir? Buna diqqət edək. M kütləli cisim əgər burada tarazlıqda qala biləcəksə, deməli, M kütləli cismə təsir edən yekun əvəzləyici qüvvə 0 olmalıdır. Yəni, 4M və M kütləli kürələrin gravitasiya, yəni həmin bu kürələr tərəfindən M kütləli cismə təsir edən gravitasiya qüvvəsi modulca bərabər istiqamətcə əks olsun ki, yəni biri M-i sağa doğru F-lə, biri də sola doğru F-lə təsir etsin ki, yekunda M üzərindəki yekun əvəzləyici qüvvə olsun 0 və o tarazlıqda qala bilsin. Onda deməli biz burada qüvvələrin bərabərliyinə getməliyik. Əvvəlcə 4M ilə M arasındakı qüvvədən yazaq. M 4M bölünsün aradakı məsafə X-dir. X-in kvadratı bərabərdir. İndi isə biz artıq yenə M kütləli cisimlə böyük M kütləli kürə arasındakı qüvvəni yazaq. M vur 4M, üzr istəyirəm, M vur M bölünsün aradakı məsafənin isə L çıx X olduğunu dedim. L çıxılsın X-in kvadratı. İndi buradan hesablamamızı aparsaq, M-lər getdi, J-lər getdi. 4 L çıxaq X-in kvadratı bərabərdir X-in kvadratına. Hər tərəfdən kökü alsaq, 2 L çıx X bərabərdir X-a. Buradan 2 L minus 2 X bərabərdir X-a.
Aha, 2L bərabərdir 3x-a və bizə x məsafəsi lazım idi. Buradan x-i təyin etdiyimiz zaman alınacaq 2L bölünsün 3. Deməli 2L bölünsün 3, yəni Y variantını cavab olaraq götürməliyik. Yəni bizə lazım idi M kütləli cismin 4M kütləli kürədən olan məsafəsi, yəni x və biz də x-i təyin elədik ki, bu x məsafəsi 2L bölünsün 3-ə bərabərdir. Q açarını açdıqda dəyişən cəryan dövrəsinə qoşulan ampermetrin göstəricisi necə dəyişər? Baxın, biz açarı açdığımız ya da bağladığımız zaman ampermetrin göstəricisində necə dəyişiklik olar? Burada ümumiyyətlə ampermetr C tutumlu aşağıdakı kondensatora qoşulub və biz açarı açanda ya da bağlayanda aşağıdakı kondensatorundakı tutum müqaviməti dəyişmir. Ona görə də ampermetrdə heç bir dəyişiklik olmaz. Nə də gərginlik dəyişmir. Baxın, gərginliyi də bizə sabit veriblər. Deməli, I bərabərdir U bölünsün XC yazsaq, açarı açıb bağladığımız zaman aşağıdakı kondensatordakı tutum müqaviməti dəyişmir və gərginlik də dəyişmədiyinə görə əlbəttə ki, ampermetrin göstəricisi də burada dəyişə bilməz. Qapalı sistem təşkil edən və qarşı-qarşıya hərəkət edən kürəciklərin impulsu 3P və P-dir. Kürəciklər toqquşandan sonra birinci kürəcik P impulsu ilə sağa gedirsə, ikinci hara gedər və hansı istiqamətdə və hansı impulsla hərəkət edər. Burada diqqət edək ki, qapalı sistemdir. Qapalı sistemdə bilirik ki, impulsun saxlanma qanunu ödənir. Yəni, sistemin ilk impulsu sistemin son impulsuna bərabər olmalıdır. Gəlin görək sistemin ilk impulsu, yəni toqquşmazdan öncəki impuls nə qədərdir? Birincinin impulsu 3P sağa, ikincisinin isə P ilə soladır. Onda deməli, burada toqquşmazdan öncə yekun impuls sağa doğru 2P-dir. Deməli, sonra, yəni toqquşandan sonra da sağa doğru 2P impuls alınmalıdır. İndi birincinin toqquşandan sonraki impulsu sağa doğru P-dirsə, deməli ikincinin də impulsu sağa doğru P olsun ki, yekunda son impuls sağa doğru 2P-ni versin. Yəni son impuls olsun sağa doğru 2P və bu son impuls da ilk impulsa bərabər ola bilsin. Onda deməli ikinci kürəcik sağa doğru P impulsu ilə hərəkət edər deyirik və D variantını götürürük. İki cisim radiusları R və 2R olan çevrələr üzrə eyni xətti sürətlə hərəkət edir. Birinci cisim n sayda dövr edərsə, ikinci nə qədər dövr edəcək həmin müddətdə. V bərabərdir 2πr n bölünsün T düsturundan istifadə etmək olar əlbəttə ki. Burada zaman sabit, V sabit, R və n tərs mütənasib olaraq asılıdır gördüyümüz kimi. Məsələn, buradan n-i təyin etsək, n bərabər olacaq bizdə VT bölünsün 2πr-ə. Sabit sürətlə, eyni sürətlə hərəkət edirlər, eyni zaman müddətinə söhbət gedir. 2π də sabit, deməli n ilə R tərs mütənasib olaraq asılıdır. İndi birinci n sayda dövr edirsə, ikincinin radiusu 2 dəfə çoxdur axı. İkincidə radiusu 2 dəfə çoxdursa, ikincinin dövr sayı onda 2 dəfə az olmalıdır. Yəni ikinci n bölünsün 2 dövr etməlidir. Yəni Y variantını götürmək olar. 8-ci suala gəlsək, A1 ampermetrinin göstəricisi 4 amperdirsə, A2 ampermetrinin göstəricisi nə qədərdir? Baxın, A1 ampermetrinin göstəricisinin 4 amper olduğu deyilir bizə. A1 ampermetri qoşulub R müqavimətli hissəyə. R üzərində əgər 4 amper cəryan varsa, 2R'in üstündə əlbəttə ki 2 amper cəryan var. Çünki bildiyimiz kimi I bərabər U böl R, paralel qolda gərginlik sabitdir, gərginliyə baxmayaq, müqavimətin 2 dəfə çox olduğu hissədə cəryan şiddəti 2 dəfə az olmalıdır. Yəni R müqavimətli hissədə 4 amper cəryan varsa, 2R müqavimətli hissədə, yəni müqaviməti 2 dəfə çox olan hissədə 2 dəfə az cəryan var, yəni 2 amper cəryan var. İndi bu cəryanlar yekunda gəlib R müqavimətinin üzərindən 6 amper olaraq gələcəklər. Yəni yuxarıdan 4 amper, aşağıdan 2 amper gəlirsə, deməli R-in üzərindən keçən cəryan əlbəttə ki 6 amperdir. Təzədən bu 6 amper cəryan paralel qolda yenidən bölünməyə məruz qalmalıdır. İndi biz 6 amper cəryanı bu dəfə R və 3R'in arasında bölüşdürməliyik. 6 amperi R ilə 3R'in arasında gəlin bölək. Baxın yazaq, R üstə gələk 3R. 6-nı böləcəm onda 4R-ə və bu alınacaq bizdə 1,5-lə. Yəni, belə qeyd edək ki, 6-nı R ilə 3-ün arasında təqribi bölürəm. 1,5 birinə, 4,5 də birinə düşməlidir. Deməli, birinə 1,5 amper düşməlidir, birinə də 4,5 amper düşməlidir. Adi, sadə bir qaydada biz 6-nı R və 3R'in arasında bölüşdürürük. Birinə 1,5 amper, birinə isə 4,5 amper düşəcək. İndi hansına daha çox cəryan gedəcək? Əlbəttə ki, müqaviməti az olanlar. Biz biraz öncə qeyd etdiyimiz kimi cəryan şiddəti müqaviməti
müqavimətlə tərs mütənasib asılı olduğuna görə müqaviməti az olana daha çox cəryanı göndərməliyəm. Yəni yuxarı 4,5 amperi göndərməliyəm, aşağı da 1,5 amperi göndərməliyəm. Yəni A2 ampermetrinin göstəricisi burada 1,5 amper olaraq alınmalıdır. Yəni cavab olar A variantı. Verilmiş kütləli bir atomlu ideal qaz aşağıdakı proseslərdə eyni istilik miqdarı alarsa, hansı halda daxili enerji daha çox artar? Gəl əvvəlcə biz daxili enerjinin düsturunu yazaq. Delta U bərabər Q üstəgəl A. Aha, termodinamika qanunumuza əsasən. Bizdə daxili enerjinin ən böyük olması üçün hamısı da eyni istilik miqdarı alır. Verilən istilik miqdarının gərək hamısı daxili enerjiyə getsin ki, daxili enerji ən çox artmış olsun. Bu da təbii ki, izoxor prosesdə olar. Çünki biz bilirik ki, izoxor prosesdə iş görülmür. A gedəcək sıfıra və daxili enerjinin dəyişməsinin hamısı istilik miqdarının hesabına olacaq. Yəni verilən istiliyin hamısı daxili enerjinin dəyişməsinə sərf olunacaq. Deməli, bu proses izoxor proses olmalıdır. Digər tərəfdən bizə deyir, daxili enerji daha çox artar. Daxili enerjinin də artması üçün əlbəttə ki, izoxor qızma prosesini götürməliyəm. Yəni temperatur da artmalıdır. Burada izoxor soyuma da var, diqqət edirsinizsə. İzoxor soyumada isə daxili enerji azalmalıdır bildiyimiz kimi. Ona görə də daxili enerjinin bizə artması lazım olduğundan Y variantını cavab olaraq götürərik. Kütləsi 5 kiloqram olan cisim üfüqi səthdə 2 metr məsafəyə yer dəyişməsi zamanı ağırlıq qüvvəsinin gördüyü şey hesablayın. Ağırlıq qüvvəsi ümumiyyətlə üfüqi səthdə iş görmür. Ona görə ki, baxın, belə bir cisim təsvir edək və bu cisim ağırlığı olsun mg. Bu cisim üfüqi səthdə hərəkət edir. Diqqət ediriksə, sürət qüvvəyə burada perpendikulyardır. Əgər qüvvə hərəkət sürətinə perpendikulyardırsa, onda bu qüvvə iş görə bilmir. Onda deməli, cavabı C variantı olaraq götürməliyəm. Bugünkü izahımız bu qədər. Sağ olun, gələn izahlarda görüşərik.